Və bu Ukrayna ilə Rusiya müharibəsi arasında bu proseslər yəni uzana gedir. Bir neçə gün bundan qabaq 14 Avropa ölkəsi Almaniyada bir tədbir keçirdilər, konfrans keçirdilər. Həmin konfransda Amerikadan da 2 nəfər Koşner kürəkəni Kuşnerdi, bir də Steve Utkov. Ukrayna özü sələdi. Yəni bu iştirak elədi. Bu günlər yenə təzədən Miami'də bu tədbirin davamı keçirilir. Müəyyən razılaşmalar əldə olunur. Ancaq hələ ki bu müharibənin sona çatması, sülh məsələsi uzana gedir. Sizin fikrinizsə bu sülh mümkündürmü? Yəni həmin o vaxt yetişibmi? Daşqın bəy, Pakistanla Hindistan arasında münaqişə təxminən 60-70 ildir davam edir. Qəzza ilə, ərəblərlə, Yəhudilər arasında münaqişə 60-70 ildir davam edir. Azərbaycan, Ermənistan arasında münaqişə 30 il davam edir, düzdürmü? Bəli. İndi səncə Rusiyanın Ukrayna arasında münaqişə nə qədər davam edir? Çox uzun müddət. Bizdən də, yəni Ermənistanla da. İkisi dövlətlərdir. Yəni bu dedim axı sənə, bu münaqişələr silahçı tacirlər üçün, yeni geosiyasi reallıqlar yaratmaq üçün, müəyyən dövlətlərin faydalı qazıntılarını ələ keçirmək üçün, beynəlxalq kommunikasiyalar nəzərdə üçün bir vasitədir. Müharibələr bir vasitədir. Müharibə nə deməkdir? Dinc yolla həyata keçirməsi mümkün olmayan siyasəti zoraki yolla həyata. Əslində müharibə də bir siyasətdir. Sadəcə zoraki yolla həyata keçirilən siyasətdir. İndi biz fikirləşməliyik ki, burada hansı siyasət aparılır? Bu müharibədə siyasətdən məqsəd nədir? Rusiyanı başa düşdük güya. İndi məsələn Ukraynanı başa düşdük. Bir də bundan kənarda olan dövlətin bu müharibədən necə bəhrələnmə cəhdləri var. O dövlətlər razıdırmı ki, bu müharibə başa çatsın? Mənim apardığım təhlillər göstərir, nə Amerika, nə Avropa bu müharibənin bu tezliyinin başa çatmasında maraqlı deyirlər. Necə ki, ATƏT Minsk qrupu 30 il bizim başımızı fırladırdı. Eyni ilə ola bilsin ki, bu Rusiya-Ukrayna müharibəsi hələ bir 10 ildə davam eləsin. Çünki Putinin verdiyi bəyanatdan aydın olur ki, Putin deyir ki, biz nəyin bahasına olursa olsun Ukraynada məqsədimizə çatacaq. Ukrayna bunun Rusiyanın tarixi torpaqlarıdır. Biz Rusiyanın tarixi torpaqlarını geri qaytaracaq. Avropa deyir, nəyin bahasına olursun biz Ukraynanın müstəqilliğini, suverenliğini qoruyacaq. İndi baxın, hər iki tərəf deyir, nəyin bahasına olursa olsun. Sizcə belə bir vəziyyətdə bu müharibə dayanarmı? Burada milyardlarla bilirsən də silah istəyir. Təkcə Ukraynaya 1 milyard yarım elə ancaq mərmi verir. Bunlar hamısı puldur. Hansısa zavodda işləyir, fəhlələr işləyir, kiminsə cibinə pul gedir. Təkcə Rusiyanın özündə müharibədən həm bankrot olanlar var, həm də müharibə nəticəsində milyardlarını 10-15 qat artıranlar var. Buna görə də o qüvvələr ki, müharibədən bəhrələnir, onlar heç vaxt imkan verməzlər. Müharibə dayansın, bu bir. İkincisi, bilsən, müəyyən bir addım atılır, bunun geri addım atılır, çox ağır nəticələr var. Məsələn, 1 milyon adam ölür, ölkəyə də 1 trilyon yarım ziyan vurulur. İndi Putin necə bu müharibəni dayandıra bilər və yaxud da geri addım ata bilər? Bunun məsuliyyət məsələsi var. Bunu bir yola. Putin ölərsə, onda yeni hakimiyyət bu müharibəni dayanır. Amma neçə ki, Putin və onun komandası hakimiyyətdədirsə biləsən, bu siyasət dəyişməyəcək. Buna görə də davam edir. Nə burada Rusiyanın elə bir gücü var ki, tam Ukrayna qısa müddətdə qalib gəlir. O 3 günlük müharibə 4 ildə davam edir. Nə də Ukraynanın arxasında duran qüvvələrin belə bir niyyəti var ki, Rusiyanı məğlub eləsinlər. Deməli, burada tərəflərin heç birinin məğlub olmasında yoxdur, maraq yoxdur. Onda nə olacaq? Qalib və məğlub yoxluğunda nə olacaq? Ya gərək dondurula bu münaqişə, ya da ki, davam etdirilən müəyyən o məqsədlərə çatana qədər. Buna görə də mənim hesablamalarım göstərir ki, Rusiyanın Ukrayna arasında münaqişə davam edəcək. Bəy, həmin elə görüşdə Macarıstanın Xarici İşlər Naziri Peter Sciarrato bir mətbuat konfransı keçirdi və o mətbuat konfransında belə bir söz işlətdi. Avropa İttifaqı Rusiya ilə mümkün müharibəyə hazırlaşır. Bu nə iləndir? Onun balı Rusya'da bəyanat oldu ki, Rusiya Avropa'ya hücum eləyəcək, NATO'ya hücum edəcək, ona görə NATO hazırlaşmalı. Bu Macarıstanın xarici və iqtisadi əlaqələr naziri gedir eyni zamanda. Deyir ki, bu Ukraynanın hərbi sənayesinə
yatırım yatırmaqdan, yəni onu daha yüksək vəziyyətə gətirməkdən yəqin ki 28-30-cu illərdə, yəni öndə bir 2 il, 4 il arasında bu müharibə baş verəcək. Mən maraqlıdır. Əgər bu müharibə baş versə, digər ölkələr bu müharibəyə qoşulacaqmı? Məsələn, Çin kimi, Koreya kimi, Hindistan kimi, qarşı tərəfdən qoşulacaq. Amerikan özü. İkinci Dünya Müharibəsindən fərqli olaraq, İkinci Dünya Müharibəsində demək olar ki, dünyanın bütün ölkələri, qitələr qoşulmuş. Hətta Türkiyəni də nəzərdə tuturam. Yox, İkinci Dünya Müharibəsində bütün dünya qoşuldu. Çinlə Yaponiya müharibələri, Türkiyə Hitlerin tərəfində o müharibəyə girmədi. Sovet qoşunları İrana girdi. Hitler Afrikada müharibə apardı şeylə, Fransızlarla, Amerikayla. Cənubi Amerikada bu məsələlər oldu. Yəni dünya müharibəsi adından da görünür. Dünyanın bütün ölkələrində işte Birinci Dünya Müharibəsində Çanakkale döyüşündə ölənlərin içərisində nə qədər Avstraliya var. Avstraliya gəlib vuruşurlar. Yəni təbii ki, dünya müharibəsi başlayacaq təqdirdə bütün dövlətlər bir-birindən vuruşacaqdır. Rusiyanın da tərəfdarları var, Rusiyanın əleyhdarları da var. Əgər o bu iki dövlət şeyindən çıxacaqsa, onda iki cəbhə arasında müharibə başlayacaq. Və bu cəbhənin nə xarakterize edir? Əvvəlki Birinci Dünya Müharibəsində cəbhələşmənin səbəbi nə idi? İkinci Dünya Müharibəsində cəbhələşmənin səbəbi nə idi? Bunlar fərqli səbəblərdir. Üçüncü Dünya Müharibəsində. Burada ola bilsin ki, mədəniyyətlər arası bir şey də olsun. Məsələn, müsəlman dünyası hansı tərəfdə olacaq? Hristiyan dünyası hansı tərəfdə olacaq? Yəni burada belə çox ciddi cəbhələşmə olacaq və təbii ki, Üçüncü Dünya Müharibəsi başlayacaqda elə bir dövlət olmayacaq ki, bu müharibədə iştirak eləməz. Onda nəhəng bir müharibə olacaq. Yoxdur, dünya müharibəsi olacaq da. Qırğın olacaq məsələn 100 milyonlarla. Aha. Faktiki bu günlər elə Ukrayna ilə Rusiya arasında 1-2 milyon o tərəfli. Dünya müharibəsi olsa, məsələn, indiki texnikalarla hardasa ən azı 200-300 milyon öləcək.